Salam hörmətli şagirdlər, biz bu günlərin çevrə mövzusundan 44 nömrəli misalın baxırıq. Deməli, misalda bizə deyir ki, O1, O2 mərkəzlərdir və bu C kəsişmə nöqtəsidir. Buradan deyir ki, C kəsişmə nöqtəsindən AE və BE düz xətlərin orta nöqtəsidir bu C kəsişmə nöqtəsi. AB deyir ortaq toxunandır, BC-nin verifdir bizə neçə 3. Gəlin yazaq biz burada. BC-miz neçədir? 3-dür. Sonra bizə nə deyir burada? Deyir ki, CD-miz deməli, CD-miz 9-dur. Düzdürmü? Sonra bizə nə verib? CE-miz isə neçə verib? 5 veribdir. Və bizdən AC-ni istəyir. AC-nin uzunluğu nədir? X-dir. Biz burada necə edərik? Baxırıq burada nəyə? Buradan fikir verirsiniz ki, bax bu BA, bu mərkəzi O1 olan çevrənin nəyidir? Toxunandır. Burada bu BD isə burada nədir? Kəsəndir. Onda toxunanla kəsən arasındakı əlaqə düsturuna əsasən buranı Y götürərəm. Onda nə olur? Y kvadrat bərabərdir. Bax bu 3 var. Ha, bax bu BC. Bax bu çevrənin kəsənin belə deyək, bu çevrənin kəsənin çöldə qalan hissəsidir. Uzunluğudur 3 yəni 3'ü vurarıq bax o kəsənin ümumi uzunluğuna, yəni 3 + 9'a. Bu da y kvadrat bərabərdir 36'ya, y də olur neçə? 6. Bura deməli 6'dır. İndi biz burada nə görürük? Biz burada görürük ki, bax bu AB deməli nədir burada həmçinin? Bu AB burada deməli bu mərkəzi O2 olan çevrənin toxunanıdır. Düzdür? Bax buradakı bu deməli AE isə o mərkəzi O2 olan çevrənin nə idi? Kəsənidir. Biz burada nə edəcəyik? Yenə toxunanla kəsən arasındakı əlaqə düsturuna əsasən y-in kvadratı bərabər olur nəyə? Y-imiz də 6'dır. İndi onu yazacağıq. AE-nin çöldə qalan hissəsinin uzunluğu nədir? X-dir. X vuraq x + 5'ə. Düzdürmü? Ümumi uzunluq AE-nin x + 5'dir. Y-imiz 6'dır. Kvadratı olur 36 bərabərdir. X vuraq x + 5'ə. Burada da elə baxırıq ki, elə şifahi x neçə olur? 4 olur. Çünki 4'ü vururuq. 4'ün üstünə 5 yəndə neçə edir? 9. 4 dəfə 9'umuz neçə edir? 36. Deməli x burada neçəymiş? 4'üymüş. Cavab yəni AC-miz nəyə bərabər olur? 4'ə. Sağ olun.